Cəfər Əs-Sadiqin misalı. İndi isə gəlin bütün bu müzakirələrin mərkəzində dayanan bir şəxsiyyətə, İmam Cəfər Əs-Sadiqə nəzər salaq. Cəfər Əs-Sadiq sünnət əhlinin nəzərində böyük bir imamdır, böyük bir alimdir və böyük bir Allah dostudur. Hədis elmində sünnət alimləri onun nəql etdiyi xəbərlərə tam etibar ediblər və 4 məzhəbin bütün böyük imamları Cəfər Əs-Sadiqi yalnız və yalnız xeyirlə, hörmətlə yad ediblər. İmam Əbu Hənifə onun haqqında deyirdi: "Mən Cəfər bin Muhamməddən daha fəqih, daha dərin elmli birini görmədim." İmam Malik deyirdi ki: "Mən onun yanına çox gedib gəldim və onu yalnız bu 3 haldan birində görərdim. Ya namaz qılırdı, ya oruç tuturdu, ya da Quran oxuyurdu." İmam Əş-Şafi ondan soruşulduqda heç tərəddüd etmədən cavab vermişdi: "O siqadır, yəni tam etibarlı, sözündə doğru danışan biridir." Yəhyə bin Ma'in, İbn Hibban, İbn Əbdilbər, İmam Ən-Nəvavi, İbn Teymiyyə, bütün bu böyük alimlər hamısı onun elmi, təqvası, fəziləti və imamlığı üzərində ittifaq ediblər. Sünnət əhli yekdilliklə onun din və sünnət imamlarından biri olduğunu qəbul edir. Əgər sünnət əhlinin İmam Cəfərə olan bu dərin hörmətini, ona verdikləri bu uca dəyəri bir kənara qoysaq, digər tərəfdə onun şiə kitablarındakı obrazına baxsaq, çox qəribə bir mənzərə ilə qarşılaşırıq. Əhl-i sünnət kitablarında Cəfər Əs-Sadiqin sözlərinə və fətvalarına həm etiqadi, həm də fiqhi məsələlərdə böyük önəm verilib. Abdurrazzaqın Əl-Musannəfi, İbn Əbi Şeybənin Əl-Musannəfi kimi ən böyük hədis külliyatları ondan nəql edilən yüzlərlə rəvayətlə doludur. Sünni fəqihlər öz kitablarında bir məsələni müzakirə edərkən, digər böyük imamlarla yanaşı tez-tez İmam Cəfərin də məzhəbini, onun da rəyini qeyd edirlər. Lakin bütün bu tarixi reallıqların qarşısında şiə rəvayət kitabları bizə tamamilə fərqli, hətta ağlasığmaz bir mənzərə təqdim edir. Onların iddiasına görə İmam Cəfərdən hədis rəvayət edən ravilərin sayı 4000-ə yaxındır və bu ravilərin mütləq əksəriyyəti Mədinədə deyil, İraqın Kufə şəhərində yaşayıblar. Təsəvvür edin, İmam Malik bütün İslam dünyasından axışıb gələn minlərlə tələbəsinə baxmayaraq, ondan rəvayət edənlərin sayı təxminən 1300 nəfərdir. İmam Əhməd bin Həmbəlin isə 600-dən çox tələbəsi olmayıb. Bəs necə olur ki, təqqiyə şəraitində yaşadığı, devlətin nəzarəti altında olduğu iddia edilən İmam Cəfərin birdən-birə 4000 rəvayətçisi ortaya çıxır? Və necə olur ki, bu 4000 nəfərin demək olar ki, hamısı imamın yaşadığı Mədinədən yüzlərlə kilometr uzaqlıqda olan Kufə şəhərindəndir? Əhl-i sünnətin kitablarında Cəfər Əs-Sadiqin etiqadı ilə bağlı bizə çatdırılan rəvayətlər tamamilə aydın və bir mənalıdır. Və bu rəvayətlər onun şiyyəliyin sonradan formalaşan əqidə prinsiplərindən tamamilə uzaq olduğunu göstərir. Bir rəvayətdə ondan Əbu Bəkir və Ömər haqqında soruşduqda, o qəzəblə cavab verir: Əbu Bəkir və Ömərdən bəraət edəndən, yəni onları lənətləyəndən Allah özü bəraət etsin. Başqa bir rəvayətdə atası İmam Baqirə istinadən deyir: Ey Səlim, onları sev və onların düşmənlərindən uzaq ol. Çünki o ikisi hidayət imamları idilər. Sonra isə daha da kəskin bir ifadə ilə əlavə edir: Adam heç öz babasını söyərmi? Əbu Bəkir mənim babamdır. Əgər mən bu ikisini sevməsəm, Allah mənə qiyamət günündə Muhammedin şəfaətini nəsib etməsin. Həfs bin Qiyyas rəvayət edir ki, İmam Cəfəri belə deyərkən eşitdim: Əlinin şəfayətindən arzu etdiyim elə bir şey yoxdur ki, onun eynisini Əbu Bəkirin şəfayətindən də arzu etməyim. Və ən məşhur rəvayətlərdən birində atası İmam Baqir ona Əs-Siddiq ləqəbini yaraşdırmayan birinə qəzəblənərək
üzünü qibləyə çevirir və 3 dəfə təkrar edir. Bəli, o Əs-Siddiqdir. Bəli, o Əs-Siddiqdir. Bəli, o Əs-Siddiqdir. Kim ona Əs-Siddiq deməkdən imtina edərsə, Allah onun sözünü nə bu dünyada, nə də axirətdə təsdiqləməsin. Bütün bu səhih və mütəvatir dərəcəsində olan nəqillər qarşısında biz cəmi 2 ehtimalla üz-üzə qalırıq və bunun üçüncüsü yoxdur. Birinci ehtimal, Cəfər Əs-Sadiq şiyyələrin dedikləri kimi həqiqətən də zahirən təqiyyə edərək, sünni cildində yaşayan, lakin batinində tam bir imami şiyyəsinə əqidəsinə inanan biri olub. İkinci ehtimal isə, o həm zahirən, həm də batinən tamamilə eyni etiqadda olub. Yəni o həqiqətən də əhl-i sünnət imamlarının tanıdığı, sevdiyi və hörmət etdiyi o böyük sünnət alimi olub və ona sonradan nisbət edilən o ifratçı, qəribə inanclar isə əslində Kufə şəhərindəki o yalançı ravilərin onun adından uydurduqları batil əqidələr olub. Birinci ehtimal, nəinki İslamın böyük bir imamına, heç sıradan bir möminə belə yaraşdırılmayacaq dərəcədə çirkin bir ikiyüzlülük və riyakarlıq deməkdir. Bu o deməkdir ki, Allahın insanlara hidayət rəhbəri olaraq göndərdiyi bir şəxs bütün həyatı boyunca insanlara yalan danışıb, onlara batil bir əqidə öyrədib. İkinci ehtimal isə həm tarixi faktlara, həm sağlam məntiqə və həm də o böyük imamın şərəfinə və ləyaqətinə ən uyğun olan yeganə yoldur.